Son illərdə, müstəqillik dövrümüzdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun 17 əməkdaşı ilə o bu kitabda, 17 müəllifdən ibarət yazdığı kitabda bəzi məqamlar var. O məqamları arxiv sənədləri ilə, hansı ki bunu biz uzun illərdir, 15 ildən çox Azərbaycan arxivlərində, dövlət arxivində, dövlət tarix arxivində, prezidentin siyasi sənədləri arxivində elmi tədqiqatlar aparmışam, bu sənədləri əldə eləmişəm və bir neçə dənə tarixi kitablar, faktlara əsaslanan kitablar ərsəyə gəlib. İndi bu sualın cavabını vermək üçün bəzi məsələlərə diqqət yetirmək lazımdır. Deməli, 2013-cü ildə başda Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov olmaqla Zəngəzur haqqında Qubadlı bölgəsində Zəngəzurun Azərbaycan hissəsi barədə bir kitab ərsəyə gəlib. 2013-cü ildə də, yəni müstəqillik dövrümüzdə. Müstəqillik dövrümüzdə arası bir 20 ilə qədər keçib də. Deməli, bu kitabda da bəzi məqamlara işıq gətirilsə də, ancaq orada bəzi məqamları elə göstərilib ki, bilinmir burada kim nə etdi, kim ağ fiqurdur, kim qara fiqurdur, burada o dərəcədə də görsənmir. İndi bu məsələləri aydınlıq gətirəndən sonra arxiv sənədlərinə müraciət edərik. Müqayisəli şəkildə təhlillər apararıq. Göründüyü kimi 17 müəllifi var bu kitabın. Kitabın adı belə gedir. Qubadlı qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Başda akademik Yaqub Mahmudov, layihənin rəhbəri, elmi redaktoru, 10 sözün müəllifi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının həqqi müxbir üzvü. Arxasınca da gəlir Tarix İnstitutunun professorları, əməkdaşları. Və burada yazır ki, fundamental monografiya həmin dövrün güya ki, gerçək mənzərəsini əks etdirir. Bu, gələcək nəsillər üçün bir mənbədir. İndi burada Zəngəzur tarixinin ən mühüm, ən çətin dövrünün tarixinə, hansı ki 1920-21-ci illər Zəngəzurun ermənilərə verilməsi dövrü, hansı ki bizim qədim Naxçıvanla coğrafi cəhətdən quru yolumuz Meğridən kəsildi, verildi ermənilərə. Bundan da Türk dünyası coğrafi cəhətdən ayrı düşdü. Və həmən dövrdə Azərbaycanın Zəngəzur hissəsinin Azərbaycana aid olan hissəsi də verilməli idi. Çünki buna dövlətin rəhbərləri artıq qol çəkmiş və bəyanat veriblər ki, Zəngəzur, Naxçıvan, Qarabağ artıq ermənilərə məxsusdur. Bunların rus dilində yazır ki, Nerazdelni часть Ermənistan Respublika, bunun bölünməz hissəsidir. Yəni, burada bu məqamlara aydınlıq gətirmək üçün müqayisəli bəzi təhlillər eləmək, fikrimizcə oxucularımızın marağına səbəb ola bilər. Həm də ki, indiyə qədər bu məsələlər bu cürə açılmayıb da, həftəbəcər eləyirlər. Və burada da bilinmir, oxuyan başa düşmür ki, burada hakimiyyətin başında kim olub həmin dövrdə, mərkəzin cinayətindən qarşı yerli hökumətin başında kim olub millətlə birləşib, qalxıb hökumətin xəyanətinə. İndi bu barədə bu məsələləri aydınlıq gətirmək üçün bu kitabın 202-ci səhifəsində Qubadlı qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bu kitabın 202-ci səhifəsində yazır. Azərbaycan SSR-nin kommunist daşnaq rəhbərlərinin 1921-ci il 1 dekabr tarixli bəyanatından ruhlanan ermənilər Zəngəzur Kəndli Şurası deyilən oyuncaq bir qurum yaratdılar və onun vasitəsilə bölgənin müsəlman əhalisini də
öz nəzarətləri altına salmağa çalışdılar. Rusların əli ilə Ermənistana verilən Zəngəzurun yerli hökuməti Sovet hökumətinə qarşı üsyana başlamaq qərarına gəldi. Bu cümləyə xahiş edirəm diqqət yetirin. Azərbaycan SSR-nin Kommunist Daşnaq rəhbərliyi 1921-ci ildə başda Nəriman Nərimanov olub, həmin dövrdə 21-ci ildə. Dekabrın 1-də tarixli bəyanatı, Nərimanovun bəyanatından gedir söhbət, Nəriman Nərimanovun ki, yoldaşlar, bu gündən Zəngəzur, Naxçıvan, Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsi sayılır. Burada bunun adını elə yazıblar ki, yəni bilən bilir, Azərbaycan SSR-nin Kommunist Daşnaq rəhbəri. Kim olub konkret rəhbər? Nəriman Nəriman olub da Azərbaycan İnqilab Komitəsinin sədri. Azərbaycan İnqilab Komitəsi də o dövrdə Azərbaycanın ali hakimiyyət orqanı olub. Oxucular bunun, izləyicilərin bunu bilməyi, yəni hansı ki, bu tarixdə elə hadisələr olub ki, bizim bunlar gənclərimizin bilməyi, ümumiyyətlə hamının bilməyi tarixi baxımdan böyük əhəmiyyət kəsb edir. Deməli, Nərimanovun bəyanatından sonra Azərbaycan SSR-nin Kommunist Daşnaq rəhbərliyinin burada yazılıb. 1920-ci il dekabr 1 tarixli bəyanatından ruhlanan ermənilər, hansı ki, bəyan edib də ki, Nəriman Nərimanov ki, Qarabağ, Zəngəzur, Naxçıvan, Ermənistanın ayrılmaz tərkib hissəsi. Bu, həmən o Zəngəzurun da yaradılan, General Nicdə tərəfindən yaradılan Daşnaq hökuməti Zəngəzur Kəndli Şurası deyilən oyuncaq bir qurum yaratdılar. Bax, hörmətli izləyicilər, bax, həmən bu arxiv sənədidir. Yazılıb burada. Zəngəzur Kristianski Sovet, Rus dilində. Gorod Gorus 8 dekabr 1920-ci il. 20 qodu. Bu yazılıb burada. Fond 27, Azərbaycan Dövlət Arxivi. Fond 27, siyahı 4, iş 20. Baxın, Vazdavanya, Daşnaq hökumətinin başçısı Ermənistan Kəndli Sovet, Zəngəzur Kristianski Sovet, Gorusda yaradılan bu Azərbaycanlıları əllərində saxlamaq General Nicdinin yaradıbı. İndi bu sənədə istinad eləyək, burada bəzi məqamlar var, onlara aydınlıq gətirəcək. Həmən bu adı çəkilən Zəngəzur Kəndli Şurası deyilən bu sənəddə oyuncaq bir qurumu yaratdılar və onun vasitəsilə bölgənin müsəlman əhalisini öz nəzarətləri altına salmağa çalışdılar. Rusların əli ilə Ermənistana verilən Zəngəzurun yerli hökuməti Sovet hökumətinə qarşı üsyana başlamaq qərarı verdi. Bax bu cümləyə xahiş edirəm diqqət yetirin. Rusların əli ilə Ermənistana verilən Zəngəzurun yerli hökuməti, həmin dövrdə kim olub yerli hökumətin başında? Onu Yaqub Mahmudov və onun 17 müəllifi ilə Tarix İnstitutu bütün arxiv sənədlərində hakimiyyətin başında kimin olduğu öz əksini tapsa da yazmırlar kim olub o yerli hökumətin başında mərkəzin xəyanətinə qarşı bütün hərbi qüvvələri və insanları qaldırıb. Rusların əli ilə diqqət yetirin. 202-ci səhifədə Qubadlı Qədim Azərbaycan torbağı Zəngəzurun qapısı. Burada göstərir ki, Tarix İnstitutunun alimləri başda da Yaqub Mahmudov olmağına 2013-cü ildə çıxıb bu. Müstəqilliyimizdən 20 ildən çox bir keçəndən sonra. Rusların əli ilə Ermənistana verilən Zəngəzurun yerli hökuməti Zəngəzur Qəza İnqilab Komitəsindən gedir söhbət. Sovet hökumətinə qarşı üsyana başlamaq qərarı verdi. İndi hörmətli dinləyicilər, burada bəzi məqamları təhlil edək. Baxın, həmən bu General Nicdinin müsəlman tərəfə göndərdiyi bu sənəd Zəngəzur Kəndli Şurası, Zəngəzur Kristianski Sovet. Bu kimə göndərilir? Zəngəzur hərbi siyasi hakimiyyətinin başında duran bütün hərbi qüvvələrin komandanı, baxın, burada yazılır. Çerizmiçaylı komisarı Aslan Sultanovu. O burada, bakın, burada. Bu Tarix İnstitutunun başta rəhbəri Yaqub Mahmudov, o biri alimlər, profesorlar. Burada yazılıb ki, kimə göndərilib? Aslan Sultanovu. Çerizmiçaylı komisar Qarabağ Zəngəzur Aslan və Sultanov. Bax, nəyə görə yazmırlar ki, burada? Arxiv sənədində ola.
Bu Azərbaycan tərəfdə bu işə kim rəhbərlik edir? Yerli həmin o Zəngəzurun hərbi siyasi hakimiyyətinin başında kim olur? Buyurub baxa bilərsiniz. Həmin bu arxiv sənədini alıb yerində də gedin baxın. Fond 27, siyahı 4 iş 20. Fond 27, siyahı 4 iş 20. Bax burada həmin Aslan bəyə göndərir. Vazıbaniya Müslümanskoye nasiliyini Zəngəzura. Zəngəzurun müsəlman əhalisinə çağırır. Bax bu arxiv sənədinə istinad edilir. Ancaq burada hələ heç olmasa istinad elədiklərinə görə bir qismən də olsa burada balaca da olsa biraz insafana nəysə bir sənədə istinad ediblər də burada bu. Ancaq burada yerli insanları, Zəngəzurun yeri hərbi qüvvələrin, NKVD o vaxtı gedirdi polis, milis. Bütün o hərbi qüvvələrin komandanı Aslan bəy Sultanov, indi mən arxiv sənədində sizə göstərəcəm. Bütün hərbi qüvvələri Zəngəzurun bütün orqanı, hamısını qaldırır mərkəzin xəyanətinə qarşı. Mərkəzin cinayətkar əməlinə qarşı. Onu burada qeyd eləyiblər. Ancaq nədənsə buyurub baxa bilərsiniz. Həmən dövrdə, baxın, 1920-ci ildə Zəngəzur hərbi qüvvələrinin komandanı Fond 27 Aslan bəy Sultanov. Baxın. Arxiv sənədinin sonunda Aslan bəy Sultanov, Naçanik Zəngəzurski uyez, Zəngəzur qəzasının rəisi Aslan Sultanov. İndi burada nə üçün bu məsələləri müqayisəli şəkildə təhlil etmək və oxuculara, dinləyicilərə çatdırmaq qərarına gəldik. Vacib bildik daha doğrusu. Həmən bu yerli hökumət vaxtı ilə 28 apreldə Bolşeviklər Azərbaycanı işğal edəndən sonra Zəngəzurda Daşnak hökuməti, Ermənistanda hökm sürən Daşnak hökumətinə qarşı vuruşmalıydılar. Çünki Daşnak hökuməti qəbul eləmirdi Sovet hökuməti. Həmən arxiv sənədində öz əksini tapır. Həmən vaxtı mərkəzdə başda Nərman Nərmanov, 11-ci ordunun xüsusi idarənin rəisi Pankratov, ümumi hamısı da o birinci başda duran adamlar hamısı bəylərin güclülərindən bir siyasət kimi istifadə eləmək qərarına gəlirlər. Daşnaqlara qarşı müharibəni aparmaq, sonra sinfi düşmən kimi başqa adlarla, əks inqilabçı, başqa adlarla bunları öz yollarından götürmək. İndi burada bir məqamı sizin diqqətinizə çatdırmaq istəyirəm ki, təsəvvür edin. Bütün bu mərkəz, bütün təhlillərdən, bütün götür-qoylardan sonra həmən dövrdə faktiki Zəngəzur qəzasının hərbi siyasət hakimiyyətinin başında duran Aslan bəy ilə birləşirlər, ona müraciət edirlər ki, bu fəhlə kəndli hökumətidir, birləşək daşnaqlara qarşı birlikdə vuruşaq, onları məhv eləyək, məğlub eləyək və bu bizim hökumətin demokratikliyinə də inanmaq məsələ bu yerli hökuməti də, yəni Zəngəzur Qəza İnqilab Komitəsində özünüz qurun. Yəni inandığınız etibar elədir. Bu zaman Aslan bəy də özünə sadiq olan, özünün inandığı etibarlı insanlardan Zəngəzur Qəza İnqilab Komitəsini yaradır. Özü də təbii ki, bütün hərbi qüvvələr, bütün o hamısına da buna fövqəladə səlahiyyət verilir. Qarabağ Zəngəzurun fövqəladə komissarı. Bunlar daşnaqlara qarşı müharibəni uğurlu aparıb, Aslan bəyin sayəsində kəşfiyyat qurulub, razvedka, kontrrazvedka, kəşfiyyat, əks kəşfiyyat, partizan hərəkatı, ümumiyyətlə o yerləri zərgər dəqiqliyi ilə tanıyan bir fitri istedadlı sərkərdə, fenomenal hərbi qabiliyyəti olan sərkərdənin çəkdiyi hərbi plan, çünki oraları o mərkəzdən gələn generallar nə başa düşürdü ki, burada hansı yol hara gedir? Zəngəzurundakı relyefi dağlar, meşələr, onu dəqiq bilməyən insan orada
Mümkün deyildi də orada hansı ki, razvedkanı, kəşfiyyatı qurar, taktikanı, strategiyanı düzgün təyin elə. Ümumiyyətlə, Aslan bəyin bu hərbi fenomenal fitri istedadından istifadə edirlər, uğurla nəticələnir daşnaqlara qarşı müharibə. Ondan sonra o deyir ki, bir Zəngəzurda daşnaqların, o sərkərdələrin, o yerli bəylərin güclülərindən, hərbi istedad güclərindən istifadə edib daşnaqlara qarşı müharibəyə. Burada yazılıb 1920-ci ilin sentyabrında yazılır ki, Sultan bəydən də Laçınlı Sultan bəydən də bir siyasət kimi istifadə eləmək qərarına gəliblər mərkəzdə. Ancaq bu baş tutmayıb, xalq arasında böyük narazılığa səbəb olub. Ona görə də bu məsələni dayandırıblar və qərar qəbul ediblər ki, Sultan bəy dəstəsi ilə, o 200 nəfərlik dəstəsi ilə bunlar zərərsizləşdirilsin. İndi təsəvvür edin, biz siyasət kimi yerli qəhrəman bəylərdən istifadə, Aslan bəydən istifadə edib bu işlərin görəndən sonra keçirlər məsələnin ikinci tərəfinə. O, Zəngəzurun ermənilərə o de-yure verdiklərin de-facto həyata keçirərlər. Axı, burada bütün hərbi qüvvələr, insanlar, hamısı Aslan bəyin bir çağırışı ilə ölümə gedən, həm də ki, Aslan bəy də çox biraz uzaq görən insan olduğuna görə, bu siyasi məsələlərdən də çox yaxşı baş çıxartdığına görə, o öz ən sadiq adamların o vaxtı milis idarəsi NKVD adlanır da. Yəni o bütün o siyasi, bütün o indinin dillərində deyək, o milli təhlükəsizlik, hamısı o NKVD-nin içindəydi də, o vaxtı elə adlanırdı. O Narodna Komissar unuturun deyil, onun baş hərfləri gedir də, NKVD. Yəni burada məqsəd nə idi? Məqsəd o idi ki, indi artıq Aslan bəy missiyasını qutarır, Qarabağda da, Zəngəzurda, indi bunlara mane olur. O ağıllarına gəlmirdi ki, Aslan bəy bu mərkəzdə qurulan gizli plandan arxiv sənədində var. Hamısı, göstərəcəm arxivdə. Xəbər tutar, ona mərkəzdən sadiq insanlar xəbər verər. Və Aslan bəy bütün cəmaatı, hökuməti mərkəzi hökumətin xəyanətinə qarşı qaldıra bilər. Baxın, bu cümlələri yazıblar. Heç olmasa biraz burada bir balaca insafən heç olmasa etiraf edirlər, ancaq kimin elədiyini yazmırlar, yenə gizlədirlər. Rusların əli ilə 202-ci səhifədə Ermənistana verilən Zəngəzurun yerli hökuməti Sovet hökumətinə qarşı üsyana başlamaq qərarı verdi. Bu yerli hökumətin başında kim idi? Bu qərarı kim verdi? Millət də birbaşa onun yolunda bütün bu qərarı dəstəklədi və bu yolda axıra qədər, ölümə qədər gedir. Yəni müqavimət hərəkatı artıq başlayıb. Bütün hökumətlə Zəngəzurun yerli cəmaatı, bütün hərbi qüvvələr birləşir mərkəzin xəyanətinə. Ancaq indi mən arxiv sənədində sizə göstərdim. Burada Aslan bəy Sultanovun adı yazıla. Aslan bəyin ora təyin elətdirdiyi də o həmin Zəngəzur Qəza Hakimiyyətinin Qəza İnqilab Komitəsini o yaradır. Ondan birləşmək üçün bütün o külli səlahiyyət veriblər. Bu da ən etibar elədiyi əmisi oğlu, Komünist Partiyasının üzvü olmayan, axıra qədər əqidəsinə sadiq, Qori Semraylasını yüksək qiymətlərlə qutarmış Xudabaxış bəy Sultanovu Qəza İnqilab Komitəsinin rəhbəri təyin elətdirir. Bundan sonra da onun ardıcıl olaraq da sonra başqa məsələn İsfəndiyə bəy Xocaxanski, Əli bəy Xuramalinski, bu bütün o sərhəd zonasında 4-cü hissənin polisinə, hərbi qüvvələrinə, məsələn, bu arxiv sənədində göstərilir ki, Prezidentin siyasi sənədlər arxivində siyahı 1, siyahı 2, font 1, siyahı 2, font 1, iş 101. Burada yazılır ki, təsəvvür edin, gör nə yazılır. Yazılır ki, bu milisiya zapsali почти все beki. Milisiya bütün işçiləri yazılanlar hamısı bəylər idi. Təsəvvür edin. Bu niyə bu inandığı Aslan bəy də şübhə olub ki, bunlar sonra nəsə tərsinə hərəkət edə bilər, xəyanət edə, bütün hər yerə
Özü gözü ne yazıyor? Militsiya o vaxt NKVD bütün hərbi qüvvələrdə bunların nəzarətindəydi. Deyir bu militsiya, zapisались почти все beki, bütün bəylər yazılıb. Rusça yazılıb da burada ben ona göre belə oldu ki oxudum. Sonra da yazır ki bu bütün bu müharibəni müvəffəqiyyətlə həyata keçirəndən sonra o mərkəzdən gələn insanlar, mərkəzlər bunlar deməli göstərdiyi şücaətə görə bunlar bütün qəzanın böyük vəzifələri hamısı bunlara həvalə olundu. Və əslində bunlar burada biraz təhrif edirlər. Artıq bunlar Aslan bəylə razılığa gələndən sonra yerli hökuməti qurmuşlar. Amma deyir ki bu Kolxodu Krasnaya Armiya Qırmızı Ordunu gedəndən sonra bütün hakimiyyətin başında verildi bu bəylərə. Yazır ki Rus dilində таким образом в уезде в Зангезурском создалась так называемая советская власть из беков, которые по-прежнему по-мусаватски проводили власть в стране. И таким образом в уезде создалась так называемая советская власть из беков, которые по-прежнему по-мусаватски проводили власть в стране. Bunlar Pamusavatski nə deyir? Həmin o demokratik dövlətin, Cumhuriyyət dövrünün ədalətli qanunları ilə da danışdıqları kimi. Bunların gizli planları ilə axı bunların o tutduğu əqidə yolu düz gəlmir. Bunların xəyanətlərinə imkan verməyəcəklər bu həyata keçirilsin. Hörmətli oxucular, bu Prezidentin Siyasi Sənədlər Arxivində Fond 1 Siyahı 2 İş 105 qrifi ilə qorunub saxlanıb bu arxiv sənədi. İndi burada da bütün Qəzanın rəhbərləri, Xudabağ Sultanovun Qəza İnqilab Komitəsinin rəhbəri olduğu, bütün hamısı yazılıb və bunu bu kitabdan bir il əvvəl 2013-cü ildə çıxan bütün o arxiv sənədləri ictimaiyyət üçün təqdim olunub. Bunlar yeni sənədlər olduğuna görə bütün bu böyük rezonans vermişdi. Hamı deyir ki bizdən gizlədilib əsl tariximiz. Deməli bu həmən Aslan bəy bütün ordunu, insanları bu cinayətə qarşı qaldırandan sonra baxmayaraq ki Nərmanovun bəyanatı 1920-ci ilin dekabrın 1-də hüququ bəyanat eləmişdi. Bunlar artıq bunu qol çəkmişdilər. Amma Zəngəzurun de facto ermənilərə verilməsi 21-ci ilin axırına deyib çıxmır. Bu artıq qalıblar ki bu nədir? Bunları məğlub eləyə bilmirlər. İndi arxasını oxuyun. Təsəvvür edin. Burada Aslan bəyin adı, Qəza İnqilab Komitəsindən o vaxtı sədri Aslan bəyin əmisi olur, Xudabağ Sultanovun bütün sənədlər təsdiq edir. Baxın, hətta ermənilərin sənədlərində də, baxın, erməni məxfi işçilərinin sənədlərində də göstərilir ki, Xudabağ Sultanov Qəza İnqilab Komitəsinin sədri Aslan bəydən artıq Qəziyə qayıdıb bütün hərbi qüvvələri, Naçarnik Uyez, Qəzanın rəis, Aslan bəy Sultanov, bütün bu sənədlər hansı ki ictimaiyyətə bu kitabdan qabaq təqdim olunur. Yəni bunu yaxşı bilə-bilə bunlar bunu gizlədiblər. Baxın, təsəvvür edin. Həmən bu Aslan bəy və onun komandası mərkəzin xəyanətinə qarşı çıxandan sonra nə baş verir? Başqa bir arxiv sənədindən müraciət edək. Artıq bunların planı pozulub. Aslan bəy də Qarabağdan qayıdıb, bunlar gözləmirdilər. Aslan bəy böyük vəzifəyə mərkəzə çağırırlar. Ancaq Aslan bəy biləndən sonra qayıdır bütün hərbi qüvvələri, başa düşdü ki, mərkəz necə məkirli plan qurur. Təsəvvür edin. Dekabrın 1-də Nərmanovun bəyanatından sonra ki, məsələn, burada yazılıb Azərbaycan SSR-nin Kommunist Daşnak rəhbərlərinin 1920-ci il 1 dekabr tarixli bəyanatından ruhlanan ermənilər artıq Zəngəzur Kəndli Şurası deyilən oyuncaq bir şura yaratdılar. Ki, bu yerli əhalində öz tərəflərinə çəkmək üçün Sovet hökuməti sizi dalladı, Bolşevik hökuməti o vaxtı gedirdi falan. Gəlin birləşək. Amma həmən dövrdə Zəngəzur hərbi siyasi və hərbi hakimiyyətinin Zəngəzur qəzasının başında duran Aslan bəy və onun silahdaşları partiya üzvü olmayan. Yəni bunlar birbaşa
General Necdənin bütün təkliflərin hamısını rədd edib, onlara lazım olduğu komandanı verib, milləti ilə birləşdirib, tamamilə millətinin mənafeyinə, xalqının mənafeyini yolunda artıq bunlar kəfən geyiniblər. İndi öz aramızda bunlar burada da təsdiq edir ki, Rusların əli ilə Ermənistana verilən Zəngəzurun yerli hökuməti Sovet hökumətinə qarşı üsyana başlamaq, mərkəzin xəyanətinə qarşı üsyana başlamaq qərarı verdi. İndi təsəvvür edin, bir Qəzanın hökuməti, hərbi qüvvələri, dövlətin neçə cürə qoşunları var. Bu qeyri-bərabər döyüşdür. Bu birbaşa kəfən geyinməkdir. Bu indi haqlı da olsalar bunlar böyük qüvvələr qeyri-bərabər döyüşə girirlər. Amma indi Allahın köməkliyi ilə bunların başladığı müqavimət hərəkatı, Aslan bəyin Qarabağda da yerləşdirdiyi insanlar hamısı qalxır axı. Bu hamısını gözü yumub mərkəz qol çəkib ki, verək ermənilərə. İndi bizim bəzi tarixçi alimlərimiz hələ də gözləmə mövqeyində durub cürbəcür donlar geydirmək istəyirlər ki, Nərimanov qorxub, ona təzyiq ediblər. Qorxursan, istifa ver, çıx get, bir qorxmayan otursun da orada. Nə qədər bizim şəhid qəhrəmanlarımız olub. Onların canından sənin canın artıq deyil ki. Get yaz Əsli və Kərəm, başqa, nə bilim, ağlına gələnləri götür yaz da. Burada axı insanları, millətin, vətənin taleyi həll olur. Qorxursan gedir həkim işlə. Ağ xalat key. Bu ölkə rəhbəri Timboli o dövrdə sən ağ xalat yox, ağ kəfən geyinməlisən. Bu həkimlik ağ xalatı ilə o ağ kəfəni səhv salır. İndi təsəvvür edin ki, həmən bu 20-ci ilin 1 dekabr tarixli bəyanatından ruhlanan ermənilər ki, başlayırlar hansı ki, bu Azərbaycan hissəsində ələ keçirməyə. Bizim yerli bolşevik xainlər, hansı ki, onlar üçün vətən, millət ancaq vəzifə tutmaq, özlərinə bir güzəran qazanmaqdır. İndi bura baxın, bu sənəd Azərbaycan Dövlət Arxivində saxlanılır, keçmiş məxfi fond 410, siyahı 1 iş 130. Burada göstərilir ki, Corusda gizli şəkildə qurultay keçirilib. Həmən qurultayda rəhbərlik eləyən, həmin qurultaya rəhbərlik eləyən Ermənistan tərəfin Fövqəladə komissarı Armenak Qaragözov olub. Və burada bu qurultayda bir məsələ qoyulur. Təsəvvür edin. Yazır ki, təsəvvür edin, görün burada nə yazır? Yazır ki, bu qurultayda Zəngəzurun məhsul işçiləri, həmin komünist bolşeviklər və erməni tərəfi burada birləşib qurultay keçirib və qurultayda qərar qəbul edirlər ki, Zəngəzurun Azərbaycan hissəsi də, hörmətli izləyicilər, bu məsələdir ki, Azərbaycan hissəsi, yəni Qubadlı, Laçın, Zəngəzur, burada Kəlbəcəri də qatıblar bura. Bunlar da birləşdirmək Ermənistana. Присоединить мусульманскую часть к армянской. Видите, из общих докладов вытекало следующее. Görün nə gətirir, nə deyir? Отсутствие работников, постройки, учебники, kağız, dərsliklər, dəftər, kanselyarski prinaləşdir, dəftərxana ləvaziməti. Buna görə həmin Azərbaycanın yerli bolşevikləri, Kompartiyanın üzvləri, yerli bolşeviklər. Ayın 1-də Nərimanovun o bəyanatından sonra ayın 12-sidir. Dekabrın 12-si, 10 gün keçib, 11 gün. Həmən başda Nəzər Heydərov, Savalan Şirinov, Mirzə Muxtar Bayramov və qeyri də bütün o bolşeviklər deyirlər ki, kağız yoxdur, dəftər yoxdur, dərsliklər yoxdur, nə bilim, dəftərxana ləvaziməti çatmır, Zəngəzurun Azərbaycan hissəsində birləşdirək Ermənistana. Həmən bu barədə Nəzər Heydərov bu kitabında, Zəngəzur Dağları kitabında, həmən bu qurultay barədə dekabrın 12-sində olan qurultay barədə məlumat verir. Və göstərir ki, çox çətin bir şəraitdə Corusda Armenak Qaragözovun rəhbərliyi altında qurultay keçirildi, çox ağır bir vəziyyətdə, pafosuna deyil. Və həmən qurultayda
rəyasət heyətinə üzvlər seçildi. Akop Kamari, nə bilim, Arşak Balayan kim, bir də mən fəxr edirik. Amma həmən qurultaydan qərarı barədə yazmış ki, biz orada demişik ki, kağız yoxdur, dəftər yoxdur, dəstəklər çatmır, nə bilim, dəftərxana ləvazimatı çatmır, Zəngəzurun Azərbaycan hissəsində verə ermənilərə. Hörmətli oxucular, gizlədir. Amma görürsünüz, zaman ən böyük hakimdir. Öz diktəsini eləyir. Həmən o Sovet Bolşevik imperiyası dağıldı, arxivlərə icazə verildi girməyə, bütün bu sənədlər tariximizin gerçək mənzərəsini açır. Həmin Nəzər Heydarov, Savalan Şirinov, o biri yerli bolşeviklər 17-ci ildə gizli işləyən. Bunlar həmin o erməni tərəfdə gizli keçilən qurultayda iştirak eləyirlər. Həmin qurultayda deyirlər ki, bəs Azərbaycan hissəsində, yəni Qubadlı Laçın, Zəngilan, Kəlbəcəri də verə ermənilərə, çünki kağız dəftərxana ləvazimatı çatmır. Və bunun bir surətini göndərirlər Azrifkoma, Azərbaycan Mərkəzi İnqilab Komitəsinə, Nəriman Nərimanova. Bir surətində göndərirlər Azərbaycan Komünist Bolşevik Komitə, Azərbaycan Komünist Partiyasına. Təsəvvür edin, bu mərkəzdə oturanlar baxarlar, kağız yoxdur dəftər. Bunlara demirlər ki, heç olmasa bir elə şey uydurun ki, 5 yaşında uşağın buna gülməyə gəlməsin də. Yəni bunlar üçün satqın da, bunlar artıq hər şeylərini satmış adamlardır. Bunlar üçün dəxli yoxdur. Licbi bunlar vəzifə tutsunlar, vəzifə qazansınlar da. Bunların Komünist Partiyası da yalan söhbət dindir. Mən sizə sübut edəcəm sənədinə ki, Nərimanovun komissiyası təsdiq edir ki, bu arxiv sənədində də öz əksini tapır. Nərimanovun arxiv sənədi təsdiq edir ki, baxın, buyurun, baxa bilərsiniz. Predazevkomu Tavariş Nəriman Nərimanovur. Nərimanovun göndərdiyi komissiyada yoxlayır qəzanı 21-ci ilin may ayıdır. Qəzanı yoxlayır, gəlir Nərimanova qəzada yoxlama barədə məlumat verir. Həmən o Mirzə Muxtar Bayramov, Nəzər Heydarova qeyrilərini kommunistlərə rəhbərlik edir. Orada yazır ki, bu həmən komissiyanın rəyində yazır ki, rukovodителем партийных работ выезда был одно время Мирза Мухтар Байрамов, взяточник, интригант, не имеющий партийного стажа, даже не зачисленный в партию. Partiya üzvü olmayan cinayətkar Nəzər Heydarov kimi Komünist Partiyasının üzvlərinə rəhbərlik edir. Bunlar, əgər doğrudan bunlar komünist, bolşevik, nədər bunlar özlərinə sıxışdıra bilirlər ki, bunlara bax, sənəd təsdiq edir. Nərimanovun komissiyası. Bunu mən demirəm ki, Qubadlı qəzasında həmən may ayında yazır, may ayının axırında. Həmən Nəzər Heydarova, Sabalana, bu bolşevik komünistlərə rəhbərlik edən Mirzə Muxtar Bayram partiya üzvü deyil, partiyanın üzvü və cinayətkardır, bunun cinayəti artıq təsdiq olur. Hala bundan əvvəl aprelin 10-da Aslan bəyin mərkəzə ünvanlandığı ittiham edici məruzəsində orada göstərilir ki, Mirzə Muxtar Bayramov bir çox cinayətlərdə onun iştirakı sübuta yetirilib və onun həbsi barədə qərar verib Qəza İnqilab Komitəsi və bu zaman Mirzə Muxtar Bayramov qaçır Ermənistan tərəfdə, görüşdə gizlənir. Bunların hamısını indi sənədlə göstəriləcək. İndi təsəvvür edin, hörmətli dinləyicilər. Bu hamısı da əsas bir nömrəli baxın, bu yerli bolşeviklər ki, İndiki sənəddə göstərdiyimiz kimi, dekabr ayının 12-sində görüşdə keçilən qurultayda Arminak Qaragözovun başçılığı ilə, hansı ki orada deyirlər ki, Azərbaycan hissəsi, Qubadlı, Laçın, Kəlbəcəri də, Zəngilanı da verə ermənilərə kağız yoxdur, dəftər yoxdur, dərslər yoxdur. Bundan sonra Ermənistan rəhbərliyi 3 ay keçir, 28 mart 1921-ci il, nömrə 477. Yazılır burada Sovrşenный секретный Центральный комитет Коммунистической партии Армении.
21-ci il 28 Zanomir Kiçil Çiçem 477 nömrəli məxlusən yazır ki, Председательство Компартии Армении просит вас в срочном порядке отозвать из Кубадинского уезда Зангезур следующих kontrrevолюционеров. İndi görün nə yazır? Ermənistan Komünist Partiyası rəhbərləri ultimativ şəkildə deyir ki, təcili şəkildə Qubatlı qəzasının Zəngəzur Azərbaycan hissəsindən hazırda hakimiyyətin başında olan Aslan və onun komandasını dərhal geri çağırın. Əks-inqilabçılar da, yəni bu əks-inqilabçı artıq bu daştanklarla əlbir falan da əks-inqilabçı, yəni bunlar ən aşağı cəzası ölümdür də, güllələmədir, rastreldir. Zəngəzurun Azərbaycan hissəsindən hakimiyyətin bu rəhbərlərin təcili geri çağırın. Başda Aslan bəy, Qəzanın Naçayniki, Aslanbek Sultanov, İnqilab Komitəsinin sədri hamısı yazılıb. Xudabaxış bəy Sultanov, İstintaq Komissiyasının üzvü Behbud bəy Sultanov, Qəza Milis İdarəsinin Cinayət Şöbəsinin rəisi İsrafil bəy Sultanov, İspəndər bəy Xocaxanski, Qəza Uçaskolu və ümumiyyətlə də bunlar yazır ki, yenidən Organizavat Vnovrevkom, yenidən İnqilab Komitəsi yaratmaq bu qəzada, hansı ki bunu bizim həm erməni tərəfin, həm də Azərbaycan tərəfin məsul işçiləri bunu tələb edirlər də, istəyirlər. İndi dalınca baxın. Həmən o dekabrın 12-sində Gorusda gizli iclasda keçirilən qurultayda Zəngəzurun Azərbaycan hissəsinin ermənilərə verilməsində adı olan insanlar, milli xainlər, satqınlar, antimilli ünsürlər fikir verir. Ermənilərin rəhbərləri Azərbaycanın içində 1921-ci ilin martın 21-də, martın 28-də 21-ci ildə öz kadrlarını yerləşdirirlər. Hansı ki o gizli qurultayda hamısı təkid edir ki, Azərbaycan hissəsində verək ermənilərə birləşdirək. Qubatlı, Laçın, Zəngilan, Çəlbəcəri. Həmən bu adamlar, gizli qurultayda iştirak edən adamlar, gör nə yazır? Biz tələb edirik ki, İnqilab Komitəsinin sədri Nəzər Eydarov, Yivo Tavarişi, və belə də yazıb arxiv sənədində. Yivo Tavarişi. Xoşbəxtlikdən bu sənəd qorunub saxlanılır, bu günlərin sübut əmniyyətdir. Deməli, burada bir məqama diqqət yedirmək lazımdır ki, həmən erməni rəhbərləri Nərimanov ünvanlayıb ultimativ şəkildə ki, Azərbaycanın Zəngəzur qəzasının Azərbaycan hissəsində artıq da bu sonda, bu Qubatlı qəzası adına, yazılır Qubatlı qəzası mötəzədə Zəngəzur, Azərbaycan hissəsi. Hazırda hakimiyyətin başında olan bəyləri, başda Aslan bəy hakimiyyətin başında duran, Xodabaş adları hamısını yazır. Yerində açıq yazır ki, Nəzər Eydarov və onun yoldaşları. Həmən o qurultayda 1920-ci ilin dekabrın 12-sində Armeniya Qaracaq. Orada iştirak edən yerli xainlər. Bolşevik adını qoyub, amma bunlar əslində heç nə bolşevik olub, nə kommunist olub, bunlar xain olub. Bunlar mövqe tutmaq üçün, bunlar artıq hər şeylərini satmış adamlardır. Yazır, Yivo Tavarişi. Nəzər Eydarov, Nazar Qeydarov və Yivo Tavarişi. Yazır burada hamısının adları. Dalınca da yazır ki, снабдить их мандатом от наркомвнутрия, передав товарищу Баграмову для вручения им. С подлинным верным завканçeler ÇK Armeni Arsen Karinçova. Siz təsəvvür edin, hörmətli dinləyicilər. Burada, bu sənədin arxasında artıq bizim rəhbəri peçatı vurur, göndərir o vaxtki Daxili İşlər Komissarıda, indirin dili ilə deyək, Daxili İşlər Naziri. Həmin Sultanova ki, ermənilərin təklifin olduğu kimi həyata keçirir. Hansı ki, o qurultayda o xəyanət eləyəmiş Zəngəzurun Azərbaycan hissəsində Kompartiya, Komünist Partiyasının üzvləri olan bolşeviklər başda Nəzər Eydarov, adlar da yazır. Ermənistan rəhbərliyi tələb edir və həmən Azərbaycanın o vaxtı rəhbərlikdə Nəriman Nərimanov başda olmaqla ermənilərin o tələblərin olduğu kimi qəbul edir.
Hansı ki bunların o dərmanına su tökənləri də ki, güya ki bu Zəngəzurun yerli adamları, cəmaatın məsulçuları da deyir ki, burada kağız yoxdur, dəftər yoxdur, dəftərxana ləvazimatı çatmır, ona görə biz Qubadlı, Laçın, Zəngəzuru da hamısını veririk. Kəlbəcər, nə bilim, Zəngilan, Qubadlı, Laçını da veririk ermənilərə. Bunu ermənilər mükafatlandırır. Ermənilər öz kadrlarını yerləşdirirlər. Adı Azərbaycanlı, amma özü ermənilərin əlaltıları var. Yerli xainlər, Nəzər Edirov və onun yoldaşları. Yazılıb, Orqanizovat Vnov Revkom. Predrevkom Nazar Geydarov, его товарищи, Nazar Geydarov, его товарищи, hamısı yazıb adlarını. Bu sənəd, deməli, Azərbaycan Dövlət Arxivində Fond 27 siyahı bir iş 150 qrifi ilə qorunub saxlanır. İndi bundan sonra nə baş verir? Məsələ bundadır. Təsəvvür edin, bunu da həmin o başda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, Qubadlı Qədim Azərbaycan Torpağı Zəngəzur. Burada həmin o 202-ci səhifənin ardına gəlir. Mən bu arxiv sənədləri ilə bunu tutuşdururam. Burada demək olar ki, bu hissədə bunu yazıblar o hadisəni olduğu kimi ki, Ermənistana verilməsi məsələ, Mərkəzi hökumətin o xain qərarından sonra ki, Ermənistana verək Zəngəzuru. Zəngəzurun yerli hakimiyyəti həmən bu Sovet hökumətinə qarşı mərkəzdə də Azərbaycanda yerləşən İnqilab Komitəsinə qarşı üsyana getmə qərarı verdi. İndi dalınca deyir ki, bu kitabda ermənilər bunun ardınca Tatevdə bölgə ermənilərinin qurultayını keçirərək Azad Sünik adlandırılan daha bir oyuncaq qurum yaratdılar. Bütün bu məsələlərə də Ermənistan tərəfdə rəhbərlik edən Daşnak hökumətinin başçısı General Nicdə olub. Yəni bu tərəfdə hərbi qüvvələrin komandanı Zəngəzur bu tərəfdə. Aslan və Sultan olub bu tərəfdə indi o milli qəhrəman eləyib heykəllərin qoyduğu Nicdə. Amma bizim tarixçi alimlərimiz aşmır bunları kim eləyib? Kim hökumətə qarşı çıxıb? Nəyə görə çıxıb? Zəngəzurun verilməsi ilə barışmayıblar bu xəyanətinə. Bunlar artıq kəfən geyiniblər. Dövlətin neçə cür qoşunu var. Bir yerli hökumət, onun silahlı qüvvələri qeyri-bərabər döyüşə girmək bu nə deməkdir? Birbaşa gözü yumulu vətəni milləti üçün ölümə getmək deməkdir. Yəni bu cür qeyri-bərabər döyüşə bir dənə qəza bütün dövlətə qarşı xəyanətə çıxır. Amma nəticəyə baxın da, nəticədə görün nələr baş verir. İndi dalınca nə yazır? Həmən bu Azaq Sünik hökuməti adlandıran başlı Nicdədir də, Daşnak hökuməti. Qurum, hökumət yaradır. Zəngəzur və Qarabağda möhkəmlənməyə çalışırdı. Bu hökumət quldur dəstəsi aşağı Zəngəzura hərəkət edir, yəni Aran Zəngəzura, Qubadlı, Laçın, Kəlbəcərdə Azərbaycan tərəfə, Zəngilan. Aşağı Zəngəzura həmin bu hökumət, bu qurum, bandit qrupuna, Nicdənin rəhbərinə hərəkət edir. Oranı ələ keçirmə imkanına malik olmadıklarından. Yəni təsəvvür edir, o boyda Aslan bəyin olduğu yerdə neyinir ora bir dənə yer ələ keçirə bilmir. Əksinə onlar bütün döyüşlərdə qanlarına qaratan olub darbadanı. Bax yazıblar bunu. Hökumətin quldur dəstələri Azad Sünik hökumətinin başdan edir. Aşağı Zəngəzura, Aran Zəngəzurada, Zəngəzurun Azərbaycan hissəsi yaşayan. Hərəkət etsələr də oranı ələ keçirmə imkanına malik olmadıklarından sonradan əvvəlcə Xankəndi sahəsi ilə birləşib Dağlıq və Aran Qarabağı bir-birindən tamamilə ayrılmaq məqsədi ilə Şuşa qəzasının birinci vərəndə sayəsində üsyana qalxdılar. İndi təsəvvür edin. Zəngəzurun Azərbaycan hissəsində bunlar məğlub olub darbadanın, indi Qarabağda Şuşa qəzasının o vaxtı bilirsiniz ki, Zəngəzurla Qarabağın mərkəzi Şuşada yerləşib. Birinci vərəndə sayəsində üsyan qaldırdılar. Üsyana Tevanla birlikdə Zəngəzurdan Nicdə tərəfindən göndərilən Daşnak hökuməti Tarxan da başçılıq edirdi. Tarxan sonradan həbs edilib Bakıya göndərilsə də Tevan hücuma keçdiyi kəndlərdə heç bir maniyə rast gəlmədən irəliləmiş və komünistlərin bir hissəsi onun tərəfinə keçmiş, Bolşeviklərin keçmiş Qarabağda
Qalanları isə qaçıb dağılmışdılar. Bax, hörmətli izləyicilər, Zəngəzurda deyir ki, yaxın düşə bilməyib Zəngəzura. Keçib Qarabağa, Qarabağda işğal eləyir, bax, həmən Tevan. Bax, burada açıq aydın yazır. Bəzi həqiqətləri etiraf edir, amma bunların, məsələn, İçrayisi doğuran məsələ odur ki, bu işlərə rəhbərlik eləyən, Zəngəzur hərbi siyasi hakimiyyətinin başında duran, ondan əlavə Qarabağın Zəngəzurun fövqəladə komissarı olan Aslan bəy haqqında bildim ad yazılmır. Zəngəzur İnqilab Komitəsinin sədri, Qəza İnqilab Komitəsi. Xudabağış bəy Sultanov. Bir kəlmə bütün sənədlər təsdiq edin. Bunu bilə-bilə eləyiblər. Da bunu Görüşənin şəhərə bələdçi nə lazım da talar deyil. Bax, ermənilər göndərir. 1921-ci ilin martında açıq yazırlar ki, Zəngəzurun Azərbaycan hissəsinin hökumətin başında duran Aslan bəy, Qəza İnqilab Komitəsinin sədri onun əmsi olur, Xudabağış bəy, hamısı adlar olarlar. Niyə yazmırlar ki, bunlar həmən dövrdə Zəngəzur Qəza İnqilab Komitəsinin yerli hərbi siyasi hakimiyyətin başında kim durur? Aslan bəy və onun komandası. Niyə gizlədir bunu? Bax, burada yazırlar nə baş verdiyi. Yəni, Qarabağa hücum eləyib, hər yeri götürən Tevan, o birisi. Açıq aydın yazırlar ki, həmən hökumət Azad Sunik hökuməti aşağı Zəngəzura, Aran Zəngəzura, Azərbaycan hissəsinə Zəngəzura hərəkət edib, hücum edib, oranı ələ keçirmək imkanına malik olmadıklarına. Yəni orada Aslan bəy dururdu, o sərkərdə, anaların ağladırdı. Bunlar keçir Qarabağ hissəsində, amma özdə gör nə yazır? Deyir, üsyana rəhbərlik eləyən Tevan keçdiyi kəndlərdə heç bir maniyə rast gəlmədən irəliləmiş, götürmüş kəndləri. Və kommunistlərin bir hissəsi də onun tərəfinə keçmiş. Qalanları isə qaçıb dağılmışdır. Həman bu söhbət bolşeviklərdən gedir, bu nəzərlərdən. O çətin vəziyyətdə qaçıb gizlənib, ancaq danos yazanlardan. İndi burada da bu məsələdə bəzi həqiqətlər var. Yazır, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, rəsmən 1920-ci ilin dekabrın 1-də Qəzanın ermənilərə verilməsi, keçməsi dərhal baş vermədi. Hətta 1921-ci ilin əvvəllərində, 1921-ci ilin may ayında, yəni bu şəkildə 22-nin əvvəllərinə qədər de facto Azərbaycan hissəsi ermənilərə verilməsinin qabağını aldı da. Bu üçcan qalxan adamlar bu Ermənistan tərəfinin də hələ deyuri təsdiqi artıq bu da dərhal baş verməyib 21-ci ilin sonlarına, 22-nin əvvəllər. Yəni müqavimət hərəkatın heç kim gözləmirdi ki, mərkəzi hökumət. Bütün xalq, bütün hərbi qüvvələr bir mənalı Aslan bəyin ədalətli mövqeyinin, yəni o milli prinsipal mövqeyinin dəstəkləyər və onunla birlikdə onlar artıq mərkəzi hökumətin xəyanətinə qarşı öz mübarizələrini apararlar. Yəni üsyana başlayarlar. Və burada yazılıb hamısı. Ancaq təəssüf hissi doğuran odur ki, başda Yaqub Mahmudov olmaqla həmən bu 2013-cü ildə müstəqillik dövrümüzün artıq bir 20 il keçəndən sonra yazdığı kitabda da hansısa hisslərdən yazmır ki, bu mərkəzin xəyanətinə qarşı çıxan Zəngəzur Qəza yerli hökumətinin başında kim dururdu? Bəylərdən ibarət başda Aslan bəy Sultanov olmaqla Zəngəzur Qəza İnqilab Komitəsi. Necə ki, arxiv sənədində yazır, göstərir ki, bəylərdən ibarət İnqilab Komitəsi, ironiya ilə. Axı bəylər yeni yaranmış bolşevik hökuməti üçün sinfi düşmən sayılırdı. Yəni, hörmətli oxucular, insanlarda bu qədər icra hissi yaradan nədir insanda? Bu, hamının gözü qabağında sənədlər var, faktlar var. Sən bunu niyə gizlədirsən ki? Maqsəd nədir? Və sən borcundur Tarix İnstitutunun bu məsələləri təhlil eləyə. Hansı əməli tarixdə kimin elədiyin, hansı qəhrəmanlığı, hansı xəyanəti, yəni tariximizin gerçək mənzərəsini açıb, ağa qaranı qara kimi göstərməklə də bizim insanlarımız, gənclərimiz xüsusən, bütün insanlar hamısı ki,
bax, həmin Azərbaycanın tarixində kim hansı rolu oynayır? Tarixdə hər şey qalsın, qalmalıdır. Amma hər şey öz rəngində, ağ kimi, qara kimi. İndi burada başqa bir məsələyə də, yəni Qubadlı, Laçın, Kəlbəcərin qalması bizdə Azərbaycan hissəsi. Nərimanov qolunu çəkmişdi. Həmən burada yazıblar, yerli Qəza hökumətinin Zəngəzurun birbaşa üsyana qalxıb. İnsanları bütün, həmən o hərəkatın da başında, müqavimət hərəkatının başında da həmən yerli Qəza hakimiyyətinin, hərbi siyasi hakimiyyətinin başında duran Aslan bəy Sultanov olub. Qəhrəman sərkərdə. Bunu nəyə görə indi mən bunları deyirəm? Bu da sənədlər hamısı, saysız hesabsız. Çıxsın biri desin ki, mən düz demirəm də, o vaxtı başqa adam olur. İndi siz təsəvvür edin, insanda ikra hissi doğuran nədir? Çox belə, siz elə məsələlər var ki, onu bağışlamaq çətindir, bağışlamaq mümkün deyil, nəinki çətindir. Siz təsəvvür edin. Bu arxiv sənədində yazılıb, deməli 28 aprel 1921-ci il, nömrə 117, Qubadlı, Zəngəzur, Azərbaycan. Deməli 21-ci ilin aprel ayının 28-də. Bunu mərkəzə kim göndərir? Aprel ayının 28-i niyə təkrar eləyirəm? Həmən Bolşevik hökumətinin işğalının bir ili tamam olur da, bilirsiniz ki, aprel 28-də işğal ediblər Azərbaycanı. İndi siz təsəvvür edin, burada nə yazır? Nəzər Heydarov altından da yazır ki, Atveçinin sekreter məsul katibi də yerli Qəza hökumətinin. İndi gör nə yazır burada? 21-ci ilin, bir də təkrar edirəm, aprel ayının 28-i. İş nömrəsi, baxın. Azərbaycan Prezidentinin siyasi sənədlər arxivi, fond 1, siyahı 2, iş 96. Nəzər Heydarovun danosu. Mərkəzə göndərir bütün kommunistlərin adına, bolşeviklər. Yazır ki, əgər hakimiyyətin başında hal-hazırda partiya üzvü olmayan, Komünist Partiyası üzvü olmayan Sultanov durursa və onun sayəsində bütün məsul vəzifələri onun qohumları və yaxın inandığı adamlar tutur. Və sizin diqqətinizə imdad notları nə yazır? Diqqətinizə çatdırıram ki, əgər bizim vaxtında bizim həyatımız barədə tədbir görməsəniz, tezliklə kommunistləri, bolşevikləri ölüm gözləyir. Bax, yazıb burada. Если теперь во главе власти стоит в лице Султанова беспартийный, благодаря ему почти все важнейшие посты стоят из его фамилии, из близких его родственников. В результате получается такая распущенность. Принимая во внимание, что положение с каждым днем ухудшается, предстоит гибель для коммунистов. Просим принять меры о дальнейшей нашей судьбы. Bax, hemen size dediğim bu Rusça yazılıb, sənədlər oradan şey. Yalvarır ki, bizi bunlar öldürəcəklər güya. Hakimiyyətin başında olan bəylər. Və bizim gələcək taleyimiz barədə xahiş edirik ki, tədbirlər görün, yəni bizi xilas edin. Yoxsa bizi tezliklə ölüm göndərir. Nəzər Heydarov imzası ilə yazır, deməli, Bolşevik hökumətinin bir ili tamam olanda. Hörmətli dinləyicilər, bax, burada hakimiyyətin başında duranı Nəzər Heydarov yazır. Danos. Bir il keçib, Bolşevik hökuməti. Nəyə görə Tarix İnstitutunun rəhbəri, başda Yaqub Mahmudov olmağına, sonra o özü ilə birlikdə 17 müəllif var. Bir dənə kitabın, cəmisi deməli 400 səhifəli kitabın, 420 səhifə, 15 səhifəli kitabın 17 müəllifi olur. Bu dünyada harada görünür ki, bir dənə 400 səhifəli kitabın 17 müəllifi olar. Burada da pafosuna yazır ki, fundamental monografiya böyük mənbədir gələcək. Amma fundamental monografiyanın fundamental fırıldaqlarından bir cəmaata çatdım. Bu nədir elə ağıllarına gələni yazırlar, həftə becər ellər. Cəmaat başa düşmür. Burada kim hansı rəngdədir, kim qəhrəmandır, kim xaindir, qaçışdırır. Adı da ki, bunlar böyük bir tədqiqata varıb, 17 Tarix İnstitutunun professoru, biri də akademik. Əməkdar elm xadibi, nə bilim, titullarında saymayla qutarmaq olmur. Yazıb da ki, fundamental monografiya. Qubadlı qədim Azərbaycan torpağı. Yəni, bu məsələni bir də mən ona görə təkrar edirəm ki,
Bunlara bir sual verirlər ki, nəyə görə 17-ci ildən gizli işləyən Bolşeviklər Nəzər Eydarov obrə Çingiz Yıldırımı nümayə elədi? Bu adamlar nəyə görə mərkəzi hökumət qoydu, vəzifəyə gətirmədi, hansı ki, vəzifəyə getmək üçün hər şeylərini satmağa layiq olan. Təsəvvür edin. Bunlara Komünist Partiyasının üzvləri də var. Bunlara rəhbərliklə Mirzə Muxtar Bayram Komünist Partiyasının üzvü deyil. Nərimanovun komissiyası bunu etiraf edir, məcbur olur. Yəni Aslan bəyin qaldırdığı o milləti, bütün hərbi qüvvələr ki, gəlin cavab verin. Sübut edin də. Mən ittiham edəmsən, sübut edin. Bunların danosları ilə Qəza İnqilab Komitəsinin sədri Xudabağış bəy Sultanovu alladıb çağırırlar. Güya ki, Şuşada Qarabağın Zəngəzurun mərkəzində bütün o başqa qəzaların da rəhbərləri gəlir, iclasdır və yaxud da ki, qurultaydır. Orada bunu qəfil tuturlar, adını da qoyurlar, əks inqilabçıdır. İndi sizə sual verin, ölkə rəhbərliğinin xəbəri olmasa, böyük bir qəzanın rəhbərliğinin heç bir günahı olmadan həbs eləyə bilərlər, adını da qoyurlar, əks inqilabçı. Yəni, xalq düşmənidir, əks inqilabçı. Bəs nə oldu Aslan bəy milləti hamını qaldırandan sonra Nərimanovun həmin o komissiyasında yazılır ki, Xudabağış bəy Sultanov həbs olunub Mirzə Muxtar Bayramovun danosları ilə. Güya ki, bunu tək Mirzə Muxtar yazıb. Hansı ki, bizim əlimizdə təksib olunmaz sənət var. Orada bizim təksib olunmaz sənət var ki, yazılıb ki, Aslan bəy başda olmalı, Aslan bəy Sultanov, Xudabağış bəy Sultanov, Prezidentin Siyasi Sənədlər Arxivində iş 139, fond 1, siyahı 2. Aslan bəy Sultanov başda bu, güya ki, bunlar daşnaqlarla əlbirdilər, amma biz daşnaqlara qarşı müharibə aparır. Və burada da yazır ki, bunun axırında ki, bəs hökmən yuxarıda yazdığımıza görə bu, məsələn, bir məsələn ki, yazır ki, demək olar ki, bütün rəhbər vəzifələrdə müsavatçılardır da, keçmiş müsavat dövründə rəhbər vəzifədə olanlardır. Yazır ki, так как все административные должности занимают müsavatçistdir. Həmən bu nəzərgil, altdan da imzalarını qoyurlar. Burada ən acınacaqlısı da budur ki, yazır ki, yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq, izvuş izlojenova необходимо вывести следующее. Необходимо отправить в мусульманскую часть Зангезурского уезда 200 красноармейцев, арестовать всех руководителей, o bəyləri də qazanıb. По требованию уезд Компартия ныне загнанного в подполье, gizlinə sıkıştırılmış. Bakın, Nəzər Eydarov, Savalan Şirinov, Mirzə Muxtar Bayramov və s. Ama burada Nərimanovun komissiyasında yazırlar ki, Xudabağış bəy Sultanov bir ay yarımdan sonra azad olundu. Patriği boyunu Komiteti Partiya Kubatinskoy'da Komünist Partiyası üzvlərinin tələbi ilə. Gör nə yazır, hörmətli dinləyicilər. Yazır ki, Xudabağış bəy Sultanov Paraskazın partiynik tovarişi nəzərgilində bunların hamısını. Bu Aristovun Panagoru Mirzə Muxtar Bayramov. Mirzə Muxtar Bayramovun şəri, böhtanı, danoslarını yazır. İndi gör nə yazır. Был отпущен через 1,5 месяца, ay yarımdan sonra. По требованию Komiteti Partiya Kubatinskoy'da Kubatlı qəzasının Kompartiyanın üzvlərinin tələbi ilə. Poviyisli ilə Nivinovun isti. Onun günahsızlığı sübut olunduğuna göre. Dalınca ne yazır? Kontrrevolüsyonerim его назвать neyse. Onu əks inqilabçı adlandırmaq olmaz. On безусловно не коммунист. O komünist değil sözsüz ki. Lakin no из него может выйти хороший работник. Ancaq ondan yaxşı işçi çıxar. Təsəvvür edeyim. Həmən bu sənətdə nəzər qolun çəkib ki, Xudabağış bəy xalq düşmənidir. Daşnaqlara bunu həbs edin. Burada qol çəkirlər ay yarımdan sonra onun azad çıxmaq. Aslan bəy bunları çağırır. Deyir ki, Xudabağış bəy siz deyən adamdır, Qəza İnqilab Komitəsi. Onlar da and içir ki, bəs bizim xəbərimiz yoxdur. Biz dərhal yazırıq, Xudabağış bəyin günah deyir, dava yazın. Əgər siz günahı varsa yazın. Məli, onlar da yazırlar ki, Xudabağış bəyin günahı yoxdur. Bütün günahı atırlar. Hamısı Gorusda gizlənən Mirzə Muxtar Bay keçmiş Qəza İnqilab Komitəsində Komünist Partiyasının rəhbəridir. Nəzərgilin rəhbərlərinin bu Mirzə Muxtarın üstünə, o Kompartiyanın rəhbəridir. Hansı ki, bax, həmən bu sənət də göstərir ki,
Nəzər Heydərov qol çəkib, Sabalan Şirinov, hamısının qolu var. Günahsız Mirzə Muxtar Bayramovu həbs eləmək üçün. Bunu heç cürə bağışlamaq olmaz. Yəni sözümüzün indi ikinci hissədə bəzi məsələlərdə məlumat verirlər. İndi burada bir məsələni də sözümün sonunda göstərir ki, görün necə eybəcər oyunlar gedir. Məsələn, götürür, özü yazır ki, 21-ci ilin aprelin 10-da ki, 20-sindəsən, ki, yazır ki, gizlinə sıxışdırılmış kommunistlərin tələbi ilə nını zaqnamı patpoli gizlinə sıxışdırılmış. Nəzər Heydərov savunur. Yəni 21-ci ilin mayında yazır ki, biz heç kimi orada gizlinə sıxışdırmışıq. Kitabında da 102-ci səhifədə yazır ki, mən Teymur Müskanlı kəndində İnqilab Komitəsində işləyirdim. Bəs Qazax İnqilab Komitəsinin adı nə yazmırdı? Hörmətli oxucular, bu sənədləri sizə göstərəndən sonra bir məsələni də qeyd eləmək istəyirəm ki, bu Zəngəzur Dağları kitabı rus dilinə filan, Nəzərin kitabındadır. Nəzərin bir dənə kitab yazıb, başdan ayağa bu Zəngəzur nağıllarıdır. Öz xeyrinə tərif edib də. Burada, yəni, vaxt məhdudiyyətinə görə çox şeylər deyilmir. Burada bir məsələni də qeyd etmək istəyir ki, həmən bu kitabda Aslan bəyin həmən o müsavat hökuməti, Cumhuriyyət dövründəki fəaliyyətin yazır ki, bolşevikləri belə həbs edirdi, belə tuturdu, belə əzab verirdi bolşeviklərə. Ancaq qubernatorun müavini olan Qarabağda Çingiz Yıldırım Aslan bəyin əmisi olub bunları azad edilir. İndi bu məsələlərin hələlik burada dayandırıb, yəni ikinci hissədə danışarıq. Burada sonda bir məsələni də yazır ki, bir məsələyə də toxunmaq lazımdır ki, məsələn, həmin dövrdə bir Aqarak, məsələn, yazırlar buradakı bir daşnaqların bir hansı ki bir Azərbaycanları özlərinə birləşdirmək üçün bir Aqarak qurultayı yaratır. Aqarak qurultayda, Aqarak kəndində bir qurultay çağırırlar. Qurultayda da hansı ki General Necdi özü şəxsən iştirak edir. Başçılığı ilə olur da bu. General Necdi'nin başçılığı ilə. Bax, həmən bu Aslan bəy Sultanovun ittiham edici nakladında, məruzəsində baxın. 10 aprel 1920-ci il Xocağandan yazılır. Burada nə deyirəm? Burada yazırlar ki, güya ki bu siyasi bir görüş idi Aqarak. Bu Aqarak qurultayı hansı ki o Necdi dəvət eləyir. Daşnaq hökumətinin başı ki, birləşək Bolşevik hökumətinə qarşı. Ancaq burada Aslan bəy Sultanov Necdi'nin bütün o təkliflərini rədd edir və birbaşa bu barədə mərkəzə yazır. İndi mən təsəvvür edin. Burada 203-cü səhifədə nə yazır? Belə məkirli siyasi oyunlardan biri də Aqarak qurultayı deyilən hadisədir. Təsəvvür edin. Bu Aqarak qurultayında baxın, burada yazır ki, buna qarşı artıq hücumlar oldu, Aqarakdakı qurultay pozuldu, ancaq kimin tərəfindən pozulduğu yenə burada qaranlıq saxlanır. Baxın, dakladda həmən dövrdə Zəngəzurun hərbi siyasi hakimiyyətinin başında duran Aslan bəyin dakladında yazılır. Yazılır ki, 1921-ci il olan deyir ki, yazır ki, bu Aqarak qurultayına xüsusi qərar verir. Yazır ki, daşnaqlar əl çəkmədən zəhlə tökəri apararaq bizə təklif edirdilər başda Necdi olaraq. Onlarla həm siyasi, həm də ticarət əlaqələrinə girək. Yazır, birinci, приглашение Дашнаками представителей мусульманского населения от 6 апреля сего года в селе Aqarak для обсуждения так называемых важных вопросов в присутствии главного командующего Necdi. Necdi'nin rəhbərliyi ilə 6 apreldə Aqarakda görüşmək bəzi tak nazvayımı da, yəni bunların belə vacib bildiyi məsələləri birlikdə müzakirə eləmək üçün, birləşmək üçün. İkinci, разновременное предложение поддержать взаимно для торговых целей, как и так мусульmanski yarmarki и так далее. Bir yerdə birləşib
bu ticarət əlaqələri bir yerdə eləmək. İndi gör burada nə yazır? Против возможного сближения по границам мусульман-дашнаками принимали зависящие меры. Я во всем написал доклад центру. Aslan Bey yazır ki dokladında bu daşnakların Nicde'nin birleşme teklifine karşı bütün əks məsələlər görüldü və bu barədə mən tamamilə ətraflı mərkəzə xəbər verdim. Принимались против сближения по границам мусульман-дашнакам принимались зависящие меры. Я обо всем этом писал доклад. Bu barədə yazılı müfəssəl şəkildə mərkəzə məlumat verir. İndi hörmətli oxucular, bu kitabda ağaraq o məkirli oyunu, siyasi, nə bilim, yazıb burada ağarlaq məkirli siyasi oyunu da bu müsəlmanları tərəfi çəkmək üçün. Bunu pozan, Nicde'nin komandasını verən, onun mərkəzə həmən dövrü Zəngəzurun hərbi siyasi hakimiyyətinin başında duran Aslan bəyin dokladıdır. Bu doklad bir mənalı sübut edir ki, həmən dövrdə kim olur? Bax, həmən bu dokladda göstərilir ki, Nicde'nin bütün təklifləri rədd edib və bu barədə mərkəzə məlumat verirlər. Sonda bir məsələni də hörmətli dinləyicilərin nəzərinə çatdırmaq istəyirik ki, burada bir məqama bax, həmən Zəngəzurun İnqilab Komitəsinin, yerli hərbi siyasi hökumətinin verdiyi milli prinsipial qərardır. Kim daşnaka salam versə, yerində güllələnməlidir. Nəinki onunla ticarət əlaqələri. Bax, hörmətli bizim əziz dinləyicilər, bu sənədlərlə insanlar tanış olanda, bu təklif olunur. Baxırsan ki, yaxşı, bu Nəzər Heydərov, Əli Vəliyev o dövrdə, Sovet dövründə uydurublar, yalandan yazıblar. Bunlar, bəs bu bizim bu müstəqillik dövründə yazan bizim hörmətli akademikimiz. Nədir? Yaqub Mahmudov, Tarixin İşinə Uzunluda rəhbəriyyəm. Onun 17 silahdaşı niyə bu tarixi tərif edirlər? Bəzi şeyləri yazırlar. Fakat, amma onun kimin adı, familiyası olduğu, həmən dövrdə partiya üzvü olmayan Aslan bəy və onun komandasının Zəngəzur hakimiyyətinə rəhbərlik elədiyin və hökumətin xəyanətinə qarşı cəmaatı qaldırıb çıxması Zəngəzurun Azərbaycan hissəsinin Qubadlı, Laçın, Kəlbəcərin, Zəngilanın Azərbaycanda qalması ilə nəticələndi. Nə qədərə burada şəhid verildi və bütün bu müqavimət hərəkatı Qarabağa keçdi, Naxçıvana keçdi. Bütün bu Nərmanovun de yure təsdiq elədiyi plan həyata keçmədi. Bir dənə Zəngəzurun dağ hissəsi, qərbi, hansı ki orada Mehridən gedən yol Naxçıvanla bağlandı. Bununla da Türk dünyası coğrafi cəhətdən ayrı düşdü. İndi bu məsələlərə də inşallah gələcək müsahibədə məlumat verəcək. Və hörmətli, sonunda bir də məsələyə də diqqət etmək üçün, hörmətli bizim tarixçilərimiz, xüsusən də gənc tarixçilərimiz, mənim göstərdiyim sənədlərə, bu göstərdiyim faktlara xahiş edirəm tənqidi şəkildə, harada nəsə sizi aydın deyil, haradasa sizin əks bir argumentiniz var, xahiş edirəm bunları bildirəsiniz, sənədləri qoyaq, arxiv sənədlərin, bir də bu kitabda uydurmaları. Bilə-bilə Yaqub Mahmudov başda olmaqla, bu tariximizin, Zəngəzur tarixinin ən əhəmiyyətli, tarixi, ən mürəkkəb dövrünün tarixi saxtalaşdırır. Məsələn, bu kitabı oxuyan bilmir ki, o vaxtda Zəngəzurun hakimiyyətinin başında kim olur? Partiya üzvü olmayan bəylər. Nə cür oldu ki, bu Bolşevikləri qoydular 17, bəylər gəldi təzədən hakimiyyətə. Aslan bəyin fəaliyyəti iki dövrə həyat edir. Həm Cumhuriyyət dövrünün, həm də Sovet hökumətinin 23-cü ilə qədər olan dövrü. Həmin ki 23-cü ilə yaxınlaşanda da İran götürmüşdü artıq 40 gündən çox Zəngəzurun Azərbaycan hissəsin İranın əlində idi. Dövlət bacara bilmirdi. Gene Aslan bəyə xahiş edəndən sonra bir əməliyyatla həmən o Qoçu Təhməzin, Bəhlul Əfəndinin ümumi ideoloji rəhbəri ilə İranın qurduğu oyunu da Aslan bəy pozur. Həmən o onlara rəhbərlik edən Qoçu Təhməzi üzbəyiz döyüşdə sənədlər təsdiq eləyir. Onu
zərərsizləşdirir, məhv edir, bununla da İranın planını pozur. Ancaq bunları bilirlər. Nəyə görə bu Sultanovların bu adına bağlı olan bu tarix, hansı ki bu yolda bunlar canlar, bunun adını yazar. Sən sənətdə kim var? Sənətdə kimin adı yazılır, onun adı niyə yazmırsan? Adama sual verirlər də. Məqsədin nədir? Bunu məsələn oxuyan adam bilmir. Ya, bunu bu elədi, kim idi bunu eləyən? Adsız, familiyası, hansı ki bu arxив sənətlərində bir mənalı hər şeyi göstərir. Bax, hörmətli dinləyicilər, sonda bir dənə sənədi də sizə göstərim. O sonda ki, o İran götürmüşdü, o şimal tərəf, Zəngəzurun qərb tərəfini erməni götürəndən sonra ikinci tərəfinə də bizim o İranlı müsəlman qardaşlarımız götürmüşdülər. O barədə gələcək müsahibələrdə danışılır. Bax, 1922-ci ilin oktyabr ayının neçəsində hansı ki, götürüb Qoçu Təhməz. Gör, burada nə yazır? Bağlul Əfəndi bir də Qoçu Təhməz xanlıq, qəza mərkəzini götürdülər. Bunu kim göndərib? 22-ci ilin oktyabr ayının sonunda göndərib, deməli, mərkəzə Cəbrayıl qəzası, Cəbrayıldan polis rəisi. Bax, peçatı ilə filanla, deməli, bu yerləşir bu sənəd keçmiş məxfi fond olan 122-ci fond Dövlət Arxivinin siyahı 1, iş 429. Baxın, bax, burada bu sənəddir. Burada görün nə yazır? Yazır ki, xanlıq üsyanı, Qoçu Təhməz, başqa da o ideolojiya qoyur. Носит политический характер. Это восстание носит политический характер. Bu siyasi xəbər. Bunu artıq İran, təsəvvür edin, 40 gün qəza çıxıb dövlətin nəzarətinə nə qədər ilə yaxın gələ bilmirlər. Bu üsyanı da, üsyan yox, dövlət çevrilişində Aslan bəy Yatızlı, Şahinin dəstənin sərkərdəsinin, o ordunun komandiri, Qoçu Təhməz. Niyə bunları xalqımızın gerçək qəhrəmanlıq tarixin bu dövrdə yazıb? Mən ona görə bu kitabdan başladım. Burasında da, başında da yazılıb fundamental monografiya, çaşsın da cəmaat. Layihənin rəhbəri, elmi redaktoru, 10 sözün müəllifi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının dövrü Yaqub Mahmudov. İndi təsəvvür edin, o 7 müəlliflə yazılan bu kitab necə tərif olunub, gizlədilib Azərbaycanın o dövrünün gerçək tarixi, məqsəd nədir? İndi kitabın adını qoyub, həmin bizim hörmətli akademikimiz Yaqub Mahmudov. Qubadlı qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bu insan hələ bilmir ki, Qubadlı xərtiyə də baxmır ki, heç cürə Zəngəzurun qapısı ola bilməz. Götürüb Qubadlını eləyib Zəngəzurun qapısı. İndi hörmətli dinləyicilərimiz, siz özünüz bu akademikin bu əməlinə qiymət verin də. Bunu hansı motivlə, hansı əsasla Qubadlını qapı edin? Heç olmasa bir analiz elə, xərtiyə bax. Bu aldada bu cəmaata hara gedirsiniz? Yəni, fikrimin sonunda yenə bir də üzümü tuturam gənc tarixçilərimizə, onlarda vicdan, cəsarət hissi, bu müstəqillik dövrümüzün yetirmələri olan insanlarda vətənpərvərlik hissinin faizi çoxdur. Allah onların sayını artırsın. Xahiş edirəm, mənim gətirdiyim argumentlər barədə fikirləşsinlər. Harada nə onları qani eləmir. Mənim telefonum, internetdə, hər yerdə var da mən. Bundan qabaq, Yaqub Mahmudovdan qabaq. Bizim şəxsən bu arxiv sənədlərinə aid kitabımız çıxıb, hamısı, bütün bu sizə göstərdiyimiz arxiv sənədləri indi bir neçəsi son dövrdə çıxıb. Deməli, bunlar hamısı ictimaiyyətə təqdim olunur. Bax, belə olan halda bu sənədləri hər şey görünə. Nəyə görə Yaqub Mahmudov və onun komandası gizlədir xalqdan? Bir daha təşəkkür bildirirəm izləyicilərimizə. Təkrar xahiş edirəm. Bu məsələlərə diqqət yetirin. Bu bizim gerçək tariximizdir. Kimlər də yalan yazıb, heç nədən çəkinməyin, tənqidi fikirlərinizi bildirin. Qoyub gələcəkdə yazan adamlarda məsuliyyət hissi artsın. Tariximizi uydurmasınlar. Tarix barədə hər şey yazılmalıdır, ancaq hər şey öz rəngində. Tarixi yazan, yaradan qəhrəmanlar qalır qıraqda, bunlar özlərindən kibrit tarix yaradırlar. Sağ olun. İnşallah ikinci müsahibədə hələ daha da gizli məqamlar, daha da haradasa məsələn, bağlı qalan, gizli qalan məsələlərə
işıqlandırmağa çalışacağıq. Sağ olun.